Xırdalan şəhərin tam mərkəzi Heydər Parkına mənzərə. Evin balkonundan Heydər Parkına baxırsan. Çox gözəl bir yerdə. Satışa çıxmış 3 otaqlı mənzil təqdim edirik. Təqdimata başladıq balkondan. Balkonda oturub çay içməyin ayrı ləzzəti var. 3 otaqdan ibarət kupçalı mənzildir. Yeni tikili 13 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Təmirdən yeni çıxıb, kupçalıdır, su qaz işıq daimi var, 2 işdə lifti. Xırdalanın tam mərkəzində, təqdimata başlayanda gördünüz yerləşmə yerini. Tərif eləməyə ehtiyac yoxdur. Kombi xəttləri çəkilib, qonaq otağını görürsünüz, döşəmə parketdir. Belə bir geniş dəhlizimiz var. Burada yerləşir yataq otağımız. Yenə geniş yataq otağıdır. Hər otaqdan balkona çıxış var. Hər otaqdan parka baxmaq olur. Ümumi sahə 120 kvadrat. Geniş, təmirli, gözəl bir mənzil təqdim edirik sizlərə. Metlaq olan hissələr, mətbəx və dəhliz isti döşəmədir. Mətbəxdən yenə balkona çıxış var. Yenə parka baxır. Uşaq otağımız, geniş uşaq otağımız var. Bu otağın da pəncərəsi parka baxır. Sanitar qovşağı ayrı-ayrıdır. Hamam. Və burada yerləşir ayaq yolu. Mənzilin giriş qapısını gördünüz. Dəhlizi genişdir, dəhliz də isti döşəmədir. Kupça əldə hazır. Qiymət 182 min manatla satışa çıxıb. Rəsmi iş yeri olan müştərilər bu mənzili kreditlə, ipoteka ilə əldə edə bilər. İlkin ödəniş 50 min manat ödəmək şərti ilə mənzilə sahib ola bilərsiniz. Aylığı 1000 manata düşür. Dolğun ətraflı məlumat üçün səhifədə nömrəmiz var. Zəng vurub məlumat ala bilərsiniz. Videonu bəyənib şərh bölməsinə fikirlərinizi yazınız, bizə bildiriniz. Bu günə bu qədər, sağ olun.